Salam, hər vaxtınız xeyir olsun, hörmətli Neftçi TV izləyiciləri. Əvəzecilər Liqasının 13-cü turunda Prime Sports futbol mərkəzində Neftçi 2 Turan Tovuz 2-ni qəbul edir. Meydan sahiblərindən başlayaq. Komandamızda Neftçi 2-də qapını 96 nömrəli Nicat Qaragözlü qoruyacaq. 67 komandanın kapitanı Fariz Xeyrullayev, 68 Nurlan Musayev, 80 Aslan Şirinov, 39 Fərhad Fərhadlı, 54 Nihat Əliyev, 82 Məhəmməd Məmmədli. Qonaqların Turan Tovuz 2-nin heyəti qapıda 66 nömrəli Ayxan Abbaszadə, 97 Elçin Qasımov, 20 İbrahim Ramazanov daxil edəcəklər və dərhal da irəli atılacaqlar, belə görünür. Fit səsləndi, maç başladı. Uğurlar Neftçi. Nicat Qaragözlü ötürdü topu irəli. Nurlan Musayev. Nurlandan ötürmə cərimə meydançasına. Başlı zərbə Məhəmməddən alınmır. Daha bir zərbə. Qeyri-dəqiqdir. Ötürmə cərimə meydançasına. Başlı zərbə. Nicat topu götürür və bəli, belə də olur. Birinci hissənin final fiti səslənir. Neftçi 2, Turan Tovuz 2 maçında ikinci hissə start götürür. Ötürdü topu qapı qarşısına. Real. Nihat Əliyev. Ömər Nəsibov, yenidən Nihat, ötürmə qapı qarşısına, Mir Şahbaz, Şahbazovdan geriyə Aslan Şirinov və gol! Aslan hesab açır, Şirinov! 61-ci dəqiqədə Neftçi 2 hesabda irəli çıxır. Bu epizodda Nihat Əliyev, ardınca Ömər Nəsibov vurdu. 3 futbolçunun öhdəsində yaxşı saxladı topu. Nihatla oynadı Mir Şahbaz. Asist müəllifi Mir Şahbaz Şahbazovdur. Aslanın zərbəsi isə əla alındı. Vüqar topu itirdi. Ömər alır topu. Ömər Nəsibov Royalı görmək olar. Ömər özü irəlilədi. Hələ ki sağ cinahda Mir Şahbaz. Cərimə meydançasında Şahbazov ötürmə qapıqlarına. Royal topa toxuna bilmədi. Mir Şahbazla oynadı. Şahbazovdan ötürmə sağ cinaha. Royal Fərzullazadə çatır topa. Maçın sonlarında ikinci qol vurmaq olar. Royaldan ötürmə cərimə meydançasına. İsmail Qurbanlı. Nicat top oyuna daxil etdi və beləliklə maç başa çatır. Əvəzecilər Liqasının 13-cü turunda Neftçi aktivinə 3 xalı yazdırır. Turan Tovuzla oyunu Aslan Şirinovun vurduğu qolla, qələbə ilə tamamlayırıq.